Napoli məğlubiyyətindən sonra Qarabağın play-off üçün qızıl şansı var. Ajax baş məşqçisiz qalaraq xaos içində sürünür. Siz kanalımıza abunə olun, biz isə Qarabağ Ajax oyununun detallı analizinə keçək. Əlbəttə ki, bir tərəfdən deyəcəksiniz ki, Ajaxın yeni baş məşqçisi var. Bu ağsaqqal bir fiqur olan Grimdir. Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, bu hansı şəraitdə baş verdi? Belə ki, biz Ajax haqqında artıq detallı video etmişdik. Galatasaray ilə maç öncəsi həmin videomuzda biz bildirirdik ki, ümidlərimiz ondan ibarət idi ki, bir tərəfdən cimbom tilsimi qıraraq ilk dəfə Niderland səfərindən uzaq qaydar, digər tərəfdən isə Heitinga necəsə olarsa öz işini qoruyar ki, həmin o krizis davam etsin. Əks ssenaryondan ibarət idi ki, şərti Erik ten Hag komandaya geri dönər və Erik ten Hagın geri dönməsi əlbəttə ki, Ajaxa müvəqqəti bumun başlanğıcını qoyar. Əlbəttə ki, mən inanmıram ki, bu Niderland çempionatında Ajaxı hər hansı bir şəkildə çempionluğa favorit edəcək və ya Çempionlar Liqasında Ajaxın play-offa qatılmasına kömək edə bilərdi. Amma əvəzində ilk bir neçə qalan maçlarda və ilk həftələrdə Ten Hagın Ajaxı özünü bir qədər düzəldərdi. Lakin xoşbəxtlikdən bu baş vermədi. Hətta Niderland mətbuatının yazdığına görə bunun əsas səbəblərindən biri ondan ibarət idi ki, Ten Hag heyətdən əmin deyildi. Üstəlik adam Manchester Uniteddən sonra Leverkusenə getdi və orada öz reputasiyasını çox ciddi şəkildə zədələdi. Bu dəfə Ajaxa gəlib o uğursuzluq davam edərdisə, ala Jose Mourinho kimi, o zaman Erik ten Hagın gələcəkdə ciddi bir layihənin arxasına keçmə şansı çox-çox kişilərdir. Və nəzərə alaq ki, adətən azarkeş olaraq biz həmişə baş məşqçini görürük. Necə ki, indi bu dəqiqə hər kəs Liverpoolun çalışdırıcısı olan daha bir Niderlandlı Arne Slot'u günah keçisi edib. Amma həmişə klubun həlledici strukturu, xüsusilə idman direktoru və baş məşqçisi birlikdə mütənasib kimi işləyəndə komanda effekt verir. Ajaxdan bildiyimiz kimi həm Mark Overmars, həm də ki Edwin van der Sar, hansılar ki həmin 2018-19 və 2022-23-cü illər Ajaxının bir növ yaradıcıları idilər. Hər ikisi komandanı tərk edib və bütün bunlar ona rəvac verir ki, biz düşünək ki, Ajax çox dərin bir krizisdədir. Bunun ən böyük sübutlarından biri ümumiyyətlə qeyri-ciddi bir məşqçi sayıla biləcək. Əlbəttə bu hörmətsiz sözdür, amma yəni peşəkar səviyyədə, Ajax səviyyəsində olmayan bir məşqçi Grim gətirildi. Grim bir növ müvəqqəti əvəzdir. Adamın karyerasına baxdıqda məlum olur ki, o nəinki Ajaxın, hətta ümumiyyətlə Niderlandda Avropaya gedəcək azaltmar Utrecht səviyyəli bir məşqçi deyil. Amma Grimin gəlməsi əlbəttə ki, bir məqsədə xidmət edir ki, müvəqqəti olaraq bu yanğını ya dekabrın sonu, ya mövsümün sonuna qədər söndürsünlər, müvəqqəti olaraq bunu malalasınlar necəsə və yanvardan və ya çox güman ki, növbəti mövsümdən, yaydan Ajax yenidən qurma işlərinə başlayacaq. Və onu da qeyd edək ki, Ajaxda bu birinci problem deyil. Xatırlayırsınızsa, ötən mövsüm həmin o malalama effekti Farioli ilə çox uğurlu oldu. Baxmayaraq ki, Ajax möcüzəvi şəkildə ölkə çempionluğundan məhrum oldu, amma komanda yenə də Çempionlar Liqasında vəsiqə qazandı. Ondan əvvəlki il Ajaxın krizisi idi. Bu mövsüm həmin krizis dərinləşib və Galatasaray ilə Qarabağ oyunu arasında Ajaxın uğursuz nəticələri, yəni uğursuz performansı belə deyək, öz çempionatında da artıq özünü göstərməyə başladı. Buna bariz nümunə kimi son həftələrdə həm Utrechtdən, həm də ki Excelsiordan alınan məğlubiyyətləri göstərmək olar. Çünki ona kimi də biz deyirdik ki, Ajax öz çempionat standartlarına görə hər ikinci oyunda xal itirir, amma komanda demək olar məğlub olmamışdı. Lakin performanslar daima uzun müddətli, baxın bu həmin XG-lərin, o bütün o metriklərin gözəlliyi ondadır ki, uzun gedişdə bunlar özünü hardasa göstərməlidir. İndi gəlin başa düşməyə çalışaq ki, ümumiyyətlə Ajax necə futbol oynayır və bundan əlavə başa düşməyə çalışaq ki, Grim Heitinganın oyunu necə dəyişir. Bir növ spoiler alert, yəni ki, öncədən onu deyim ki, Grimin futbolu Heitingan futbolundan o qədər də fərqlənmir. Mənim Grimin bir növ futbol fəlsəfəsi deyilən belə bir, tanınan belə bir şey yoxdur. Sadəcə olaraq o Heitinganın işləyən elementlərini saxlamaqla komandanın ən böyük problemi olan müdafiə keçid və topsuz oyununu bir qədər daha praqmatik futbol sərgiləməklə sığortalamağa çalışır. Yəni iki hardasa mümkün olmayan bir işin öhdəsindən gəlməyə çalışır. İlk öncə əlbəttə qeyd edək ki, John Heiting özü də komandaya böyük ümidlərlə gətirilmişdi. Qeyd edək ki, Ajaxın sistemi, hələ Fariolinin qurduğu bir sistem işlədikdə çox gözəl olur. Məsələn, bu hücuma baxaq. Bu hücum çox axıcı və gözəl şəkildə gedir. Hər şey sağ cinah müdafiəçisinin topu dayaq yan müdafiəçisinin atmağından gedir. Oradan isə hücum bir növ axıcı şəkildə demək olar Weghorstun ayağına qədər gəlir. Weghorstun burada bəxti gətirmir ki, fərqlənsin. Lakin ümumilikdə Ajax 4-3-3 və ya 4-2-3-1 taktikasının variasiyası ilə oynayır. Burada ən vacib məqamlardan biri ondan ibarətdir ki,
həm 4-2-3-1-də, həm 4-3-3-də iki futbolçu bir növ double pivot, dayaq müdafiəçisi mövqeyini tuturlar. Ajax hücum edəndə əlbəttə ki, onun build-up'ı məntiqi olaraq 3-2-5 taktikası ilə baş verir. Bu nə deməkdir? Bu deməkdir ki, iki mərkəz müdafiəçidən, dayaq müdafiəçidən biri Regier əsasən kömək eləyir. O biri tərəfdən cinah müdafiəçiləri hücuma qoşularaq mövqe futbolunu qurmağa çalışırlar və bu element Ajax-da etiraf edək ki, improvizasiyanı çıxsaq o qədər də uğurla işləmirdi. Hücumda Ajax adətən həm uzun toplara üstünlük verir. Nəzərə alsaq ki, Ajax-ın əsas hücumçusu Wout Weghorst'un boyu demək olar ki 2 metrədir. Həm də ki, həm Oskar Gloch'un eyni zamanda sol cinah yarım müdafiəçisi olan Götzün sayəsində sürətli o xəttlər arası paslarla da qol epizodları yaratmağa çalışır. Lakin Ajax-ın Heitingadan sonraki əsas kursu ondan ibarətdir ki, komanda arxasını mümkün qədər təhlükəsiz eləsin. Buna görə Qrimin dövründə komanda 5-4-1 və ya 4-4-2 taktikasında müdafiə olmağa çalışır. Xatırladaq ki, Heitingan vaxtında da elə idi və biz Galatasaray videosunda onu da bildirmişdik ki, komanda 5-4-1-ə düşür. Amma 5-4-1 ümumiyyətlə top komanda üçün uğursuz bir müdafiə taktikasıdır. Çünki əgər qarşında sənin top klubu yoxdursa, PSG kimi və ya Liverpool kimi, formada olan Liverpool əlbəttə ki, bunun heç bir mənası yoxdur. Çünki bu zaman sən ancaq uzun toplarla hücuma çıxmaq məcburiyyətində qalacaqsan. Ən ideal taktika bu baxımdan 4-4-2 olardı. Bu həm bütün xəttləri kompakt saxlamağa imkan verirdi, həm də ki, topa sahib olduqda müxtəlif ssenarilərlə hücuma çıxmağa sənə kömək edir. Ajax-da elə Heitinga dövründə hücum müdafiə planı çox maraqlıdır. Belə ki, komanda 5-4-1 ilə müdafiə olunanda topsuz, adətən hücumun sifri ucunda hündürboy, amma yavaş Wout Weghorst deyildi. Bu Mika Götz idi. Götzün özəlliklərindən biri nədən ibarət idi ki, o xəttlər arası çox yaxşı işləyə bilir və Qarabağın ehtiyatlı olmalı olduğu ən əsas oyunçu bəlkə də böyük sahədə əks hücumda məhz Mika Götzdur. Yəni bir neçə epizoda baxaq. Məsələn, bu epizodda gördüyümüz kimi Götz əgər ona alan verilərsə, uzaq məsafədən belə qapıya zərbə vurmağa risk edir. Ümumiyyətlə Ajax-ın hücum xəttində bir növ kreativlik, sərbəstlik var. Burada hər hansı bir oyunçuya sərbəstlik verilmir o bir oyunçuların üzərində. Əsas komanda altılığa və dördlüyə bölünür və biz onu izah etməyə çalışacağıq ki, əslində bu altılıqdır və bir də ki, üçlükdür. Çünki sağ cinah hücumu hələ ki işləmir. Daha bir epizoda baxaq. Bu epizodda klassik o həmin dediyim Weghorstla Götzün əks hücum zamanı yerini dəyişməsindən əmələ gəlir. Məsəl üçün burada Götz sol cinahdan içəri girərək Qalatasarayla maçda çox təhlükəli bir epizod yaradır. Burada isə mərkəz müdafiəçilerindən biri olan Basın uzun pasından yararlanaraq yenə də baxın uzun pasdan müdafiəçinin arxasından çıxır və Wout Weghorst'a assistentlik edir. Daha bir epizod isə baxın çox sürətli əks hücumda Götz qapıçı ilə üz-üzə qalır. Yəni bu oyun ssenarisi hansıdır? Əgər Qarabağ oyunun müəyyən kəsiyində Ajax öz qapısına sıxsa, hansı ki bizim fikrimizcə qaçılmazdır, xüsusilə birinci hissədə, necə ki Kopenhagenlə olmuşdu, biz Weghorst'dan deyil, məhz Götz'dan ehtiyatlı olmalıyıq. Çünki sürətli ayaqlar Götz'dadır və o top ayağında olanda çox yaxşı sürətli qərarlar verə bilir. Bizdə burada xüsusilə ehtiyatlı olmalı olan oyunçular əlbəttə ki, Qarabağın mərkəz sağ müdafiəçisi olan Bəhlul və sağ müdafiəçisi olan Mateus Silvadır və yenə də dediyim kimi nəzərə alsaq ki, Götz həmin o oyunçuların arasından, yarım cinahlardan sızmağı sevir və bunu yaxşı bacarır. Bu əlavə çətinlik yaradır. Digər tərəfdən əlbəttə ki, personalın analizinə keçdikdə biz Wout Weghorst'dan danışmaya bilmərik. Weghorst ikili funksiyanı yerinə yetirir. Bir tərəfdən Weghorst'un əlbəttə ki, fiziki göstəriciləri imkan verir ki, o həm Kevin Medina ilə, həm də ki, Bəhlulla dueldə çox deməzdim böyük avantaj qazansın, amma başa-baş mübarizə aparıb hətta balaca bir mövqe seçimi sayəsində üstünlüyə də malik ola bilsin. Baxın epizodlara. Məsələn, bu epizoda baxaq. Bu epizodda Weghorst müdafiəçini bir növ fiziki qabaretləri ilə əzərək oyunun qaydasını pozmadan fərqlənir. Və ya başqa bir epizod, burada çempionatın əvvəlində hər şeyin gözəl olduğu vaxtda Telstar'a qarşı vurduğu qol. Amma Weghorst təkcə başdan ibarət deyil. Onun çox hücumçu üçün o qədər də elitar olmasa da, amma bizim qapımıza kifayət qədər təhlükə yarada biləcək bir ayaqları da var. Məsələn, gəlin bu epizoda baxaq. Bu epizodda gördüyümüz kimi birinci olaraq Ajax topu pressingdən qazanır və rəqibi qeyri-balansda tutduqdan sonra Weghorst Utrechtə qarşı fərqlənir. Lakin burada fərq ondan ibarətdir ki, qol vardan sayılmayacaq, amma bu o faktı dəyişmir ki, Weghorstun hücum trayektoriyası necədir. Digər tərəfdən əlbəttə ki, Weghorstun ikinci funksiyası bir növ Lukaku-luq eləməkdir. Yəni Taran tipli orientir hücumçusu olaraq diqqət özünə cəlb eləyir və komanda yoldaşları üçün, xüsusilə burada sol cinahda olan Mika Götz və 10 nömrə funksiyasını yerinə yetirən Oskar Gloch üçün çox ciddi qol epizodları yaradır. Məsələn, gəlin bir neçə epizoda baxaq. Burada Weghorst sağ cinah fingeri olan Moronun qol epizoduna çıxarır. Daha bir epizoda isə yenə də
Weghorst, Sarjan Winger olan Moronu çox təhlükəli bir epizoda çıxarır ki, o da Götze assistentlik edir. Ajaxın hücum dördlüyünün üçüncü ciddi elementi əlbəttə ki Oskar Glockdur. Oskar Glock böyük ümidlərlə komandaya transfer olunub. Komandanın bu krizisli mövsümünün nadir parıltılarından biri sayılır Mika Götze yanaşı. Deməli Glock nədir? Glock klassik 10 nömrədir. Nəzərə alsaq ki, Weghorst çox taran tipli hücumçu olsa da bir tərəfdən diqqəti özünə cəlb edir və bundan istifadə edən Glock bir növ Scottie McTominay kimi cərimə meydançasına girib orada xaos yaradır və qol epizodu axtarır. İkinci tərəfdən Glock'un həm də zona 14 deyilən bir zonada oyuna diktə etmə bacarığı var. Bir növ hardasa onu bu baxımdan Bayer Leverkusen'də oynayan Prime Wirtzə də oxşatmaq olur. Məsələn, gəlin bu epizoda baxaq. Bu epizodda Glock'un Götze'dən topu alıb, baxın bu zərbəsinə göstərə bilərik. Digər yandan Glock bu dəfə özündən sola düşərək, biz nəhayət onu Wirtzlə müqayisə etmədik. Məsələn, mərkəzdən sola düşür, baxın bu epizodu yaradır. Və ya PSV Eindhoven ilə ilk epizodu göstərmək istəyirik. Birinci epizodda Oskar Glock mükəmməl çətinliklə nümayiş etdiyi zaman bəxti gətirmir, amma ikinci epizodda, baxın bu epizodda adam nəhayət ki fərqlənə bilir, öz istəyinə çatır. Yəni çox vacibdir ki, Glock'un qarşısına alınmasının hansını ki Galatasaray çox mükəmməl şəkildə bacardı, onu personal pressinqlə sıxmaqdır. Əlbəttə ki, burada yəqin ki Bikali olacaq, hansı ki Yankovic bir qədər nəzərə alsaq ki, daha çox 6-8 nömrədir, daha çox yaradıcılığa məsuliyyət daşıyır. Məsəl üçün Bikali onu tuta neytrallaşdıra biləcəyi bir ssenaridir. Və sonuncu epizod kimi Glock'un az qala Galatasaray oyunda fərqlənə biləcəyi bir epizod idi. Burada cərimə meydançasının içərisində kifayət qədər təhlükəli bir zərbə mövqeyinə çıxır, amma topu ram etmək çətin olduğundan top qapıya getmir. İndi isə gəlin Ajaxın zəifliklərindən danışaq, hansını ki, hətta Niderland çempionatında orta komandalar belə kifayət qədər cəzalandırıblar. Çempionlar Liqasında Okan Buruk da bunu maksimal şəkildə istismar etdi. Bu bir neçə oyun elementidir. Birinci olaraq əlbəttə ki, Ajaxın müdafiədə kompakt qalmaq istəyidir. Bu istək hələ Heitinqa'nın bir növ son bir ayında görünürdü. Grim bunu daha da gücləndirməyə çalışır. Ona görə beşli müdafiəyə oturur. Burada söhbət nədən gedir? Məsələn, baxın, gördüyümüz kimi Ajax çox kompakt şəkildə bu epizodda qapıya oturub. Eyni zamanda əlbəttə ki, kompakt oturan, amma bunu sistematik etməyən bir komanda kimi Ajax cinahları çox rahat şəkildə rəqibə buraxıb. Bundan istifadə edən Okan Buruk çox ağıllı gediş edir. Şallayı ən belə İngilizcə bunu deyək stretching. Yəni cinahın ən sivri ucuna yerləşdirir və Şallayın adi pas qəbul etməsindən sonra baxın, az qala bu qol epizodu yaranırdı. Bu hətta mübahisəli epizod idi, çünki hardasa 50-50 idi, var buna baxdı və penalti görmədi, amma yəni duran yerdən Ajax qapısına epizod gətirir. Amma birinci dəfə Ajaxın bəxti gətirirsə, ikinci dəfə eyni dərəcədə komanda şanslı olmur. Bu dəfə də eyni ssenari, bu dəfə də sol cinah vingeri, amma bu dəfə bu funksiyanın öhdəsindən Barış Alper gəlir. O birə-birdə öz rəqibini keçir və avtomatik olaraq penalti yaradır. Və bu da eyni ssenarinin əmələ gəlir. Ssenari nədən ibarətdir ki, Ajax həddindən artıq kompakt olmağa çalışır, amma bu element işləmədiyinə görə komanda cinahdan girişlərə çox həssas, çox belə zəif qalır. Məsələn, bunun ideal misalı bir növ Simone Inzaghi'nin Inter idi, hansı ki, yenə də rəqibi məcbur edirdi ki, cinahlardan keçsin, amma o rəqibi məcbur edir sadəcə cinahlardan ümidsiz bir asmalar etsin. Amma Ajax'la maçda əgər Qarabağ cinahlar, xüsusilə sol cinahda Elvin, Zubir, məsələn, cütlüyü belə gedişlərlə Ajax'ı cəzalandırmağa çalışsa, burada uğur ehtimalı daha böyükdür. Digər problem əlbəttə ki, bir neçə pasın sayəsində, məsələn, Ajax Galatasaray maçında gördüyümüz kimi Ajax'ın cinahı sayazlığında qalır və bu da mərkəzdə kompakt qalmaq istəyinin, elə bir daha çox mərkəzdə kompakt qalmaq strategiyasının fəsadlarıdır. Və o biri ideal misal Okan Buruk'la yanaşı bir növ Ajax'ı necə əzmək olar, bunun dərsliyini Çempionlar Liqasının ikinci turunda Dezerbi yazmışdı. Əbəs yeri deyil ki, həmin oyunda artıq 25-ci dəqiqədə hesab 3-0 idi və Dezerbi bunu hansı metodda edirdi? Onun ən çox tətbiq etdiyi metod birinci olaraq Ajax'ı öz oyununda amansız pressingə məruz qoymaq, ikinci Ajax'ın öz pressingindən istifadə etməkdir. Məsələn, baxın, birinci olaraq Ajax'ın Marsel'in qapısında pressingini keçmək üçün, dəf etmək üçün uzun topdan istifadə edir Marcel və burada komandanın nominal 9 nömrəsi olan Aubameyang biraz içəri, biraz aşağı düşür ki, onunla mən marking oynayan Ajax'ın müdafiəçisində burada bas ola bilər, şutalı ola bilər, fərqi yoxdur, özünə çəksin və nəticədə boş açılan mövqeyə Paixão daxil olur və çox effektiv şəkildə bu belə bir hədiyyə deyim, amma çətin hədiyyə olsa da o səviyyəli futbolçu üçün bu hədiyyədən istifadə edir və fərqlənir. Digər epizod, bu dəfə Ajax öz qapısından qısa paslarla çıxmağa çalışır. Bu arada Grim'in etməyə çalışdığı element uzun toplarla biraz vertikal oynamasıdır komandanın. Bunu öz intervyusunda bildirib. Amma məsəl üçün hələ ki
o istiqamətə Ajax gedir. Komanda bir dəfəlik elə oynamır və məsələn bu epizodda həmin Marselya maçda öz qapısından çıxmağa çalışanda belə bir qol qapısını alır. Və daha bir epizod və burada Greenwood onu mən marking edən futbolçudan rahatlıqla sağ yarımcana düşməklə canını qurtarır və qol epizoduna çıxır. Əbəs yeri deyil ki, Ajax topsuz oyununa görə çox tənqid olunur və Ajaxın bütün problemləri əslində komandanın topsuz oyunundan gəlir. Məsələn bu epizodda baxaq, bu epizodda görürük ki, komanda biz bayaqdan danışırıq ki, 5-4-1, 4-4-2 taktikası ilə müdafiə olmağa çalışdı. Məsələn burada 4-3-3-dür və ya bəzi epizodlarda 3-4-3 olur və o da iki rahat pasla necə rahat şəkildə dağılır. Çünki komandanın topsuz oyun identitası yoxdur. Çünki komanda topsuz oynayarkən hansısa bir formasiya ilə oynamalıdır. Bir növ necə ki klassik taktikası var komandanın, klassik topsuz oyun taktikası da var ki, hansına o riayət etməlidir. Çünki oyunçular bir-birlərinin mövqeyini bilməlidirlər. Çünki əgər bu man markingdirsə tələlərə necə reaksiya veriləcək? Məsəl üçün 9 nömrə əgər öz müdafiəçisini yuxarı aparırsa, həmin o müdafiəçini kim kompensasiya edir? Həmin müdafiəçinin kompensasiya edən oyunçunu kim kompensasiya edir? Bütün bunlar bizdə onu düşünməyə vadar edir ki, Qarabağ Ajaxı Kopenhagendən də daha effektiv şəkildə, daha amansız şəkildə cəzalandıra bilər. Əlbəttə ki, yekunlaşmamışdan öncə bir də Ajaxın kornerlərdən olan zəifliyini göstərir. Düzdür, Qarabağ kornerlərdən nəticə göstərən komanda deyil. Yəni biz hələ ki bu elementdə inkişaf edə bilərik. Amma Ajax kornerlərdən çox öz qapısına təhlükəli epizod buraxır və çox da gol buraxır. Məsələn, gəlin bu qola baxaq. Kornerdən və ya Thuramın vurduğu 2 qol və ya məsələn bu epizod. Düzdür, Ajaxın qapısına hər korner qolları nəticələnmir. Bəzən elə olur ki, qapı xəttindən top çıxarılır. Və ya burada baxın, çox absurd bir nümunə Qalatasaray ilə maçdadır. Biz bilirik ki, Qalatasarayın zərbə elə bir hədəflərindən biri, o target mənlərindən biri Osimhendir. Və məhz Osimhenin başına top gəlir. Necəsə, baxın, özünüz düşünün də bir komanda nə qədər krizisdə olmalıdır ki, rəqibin ən təhlükəli başla oynayan oyunçular, düzdür, mərkəz müdafiəçi ola bilər, təhlükəli oyundur, amma ən bir nömrəli futbolçusunu necəsə buraxırlar və o az qala fərqlənir. Və bu əlbəttə təkcə kornerlərdən deyil, bunu ölü toplar kimi də ümumiləşdirmək olar. Çünki Ajax son zamanlar artıq cərimə zərbələrindən edilən asmalardan da qol buraxır, hansını ki, hardasa kornerlərlə müqayisə etmək olar. Məsələn, Utrechtdə maçda olduğu kimi. Və yenə də baxmayaraq ki, Qarabağ kornerlərdən o qədər fərqlənən komanda deyil, biz bu uğursuzluğa deyək, Ajaxla son qoya bilərik. Çünki Ajax bu elementdə çox ciddi şəkildə axsayır. Yekunda əlbəttə ki, onu demək istəyirik ki, Çempionlar Liqasıdır bura və Çempionlar Liqasında bir növ elə-belə arada belə çərəz oyun olmur. Boş-boşuna rahat şəkildə qələbə qazana biləcəyin oyun olmur. Amma sözün həqiqi mənasında əgər bir qələbə var isə Qarabağdan biz bunu Kopenhagenlə maçda gözləyirdik və bu rəqib Kopenhagendən daha da dərin krizisdədir. Bu anda nəhayət ki, bizim qabağımızda elə bir rəqib var ki, hansının ki, krizisi daha da dərinləşir və Qarabağın rəqiblərinin bir növ uğursuzluq trendi davam edir. Amma Ajax onların içində bir nömrədə əbəs yerə deyil ki, Ajax indi Çempionlar Liqasının turnirlərində tutduğu yeri tutur və 99% ehtimalla hətta bu maçdan uğurla ayrılsa da komanda play-offa qatıla bilməyəcək. Növbəti 2 oyunda da Ajaxı çox güman ki, uğursuzluq gözləyir. Çünki nəzərə alsaq ki, Ajaxın maliyyə imkanı İngilis klubları qədər deyil. Ajaxın heç bir belə bir şansı yoxdur ki, vəziyyəti necəsə düzəldə bilsin. Ona görə gəlin komandamıza uğurlar arzulayaq. Çətin döyüş olacaq. Biz bu maçı hardasa Kopenhagenlə olan oyunu oxşadırıq. Çox ümid edirik ki, Qarabağ maça səbirlə başlayıb birinci qolu vura bilər. Çünki Ajaxın yeganə ümidi qapıya oturub, yəni Greenwood edə biləcək, əks hücumlara bel bağlamaqdır. Amma bu baş verməzsə, bərabər döyüşdə nə qədər absurd səslənsə də, hazır ki, bugünkü Qarabağ Ajaxdan çox kifayət qədər sistematik və kifayət qədər güclüdür. Ona görə ümid edək ki, biz öz gücümüzlə rəqibimizi üstələyəcəyik və beləcə Qarabağın sayəsində bizim Avropa mövsümümüz daha da uzanacaq. Amma hələlik gəlin bu maça fokus olaq. Çünki bu kalendar ilinin son maçıdır. Sizin fikrincə Qarabağ əlinə düşmüş bu fürsəti maksimum dəyərləndirib Bakıda Ajaxı məğlub edə biləcəkmi? Fikirlərinizi şərhlər bölməsində bölüşməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxın və kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.